Ən çox verilən suallardan biri də nevrozların son dövrlər niyə bu qədər çox artmasıdır? Nevrozların, yəni nevrotik pozuntuların, bunlara anksiyete pozuntusu, fobiyalar, obsessiv-kompulsiv pozuntu, somatoform pozuntu, panik atak və s. aiddir. Son illərdə artmasının bir neçə səbəbləri var. Birincisi, müasir həyatın stresidir. Sürətli həyat tempi, iş və təhsil rəqabəti, maddi problemlər, gələcək qeyri-müəyyənliyi, psixi gərginliyi artırır. Digər bir səbəb şəhər mühiti və informasiya yüküdür. Daimi səs-küy, sıxlıq, sosial şəbəkələrin təzyiqi, dezinformasiyalar, informasiya bolluğu insan beyninin emal gücünü aşır. Digər bir səbəbimiz ailə və sosial dəstəyin zəifləməsidir. Əvvəllər geniş ailə dəstəyi var idi. İndi insanlar daha çox tək yaşayır. Bu da emosional dəstək çatışmazlığına səbəb olur. Həmçinin pandemiya və müharibə travmaları, son illərdə COVID-19, regional münaqişələr, Qarabağ müharibəsi, işsizlik və miqrasiya insanlarda ümumi kollektiv travma yaratdı. Həmçinin psixoloji maarifin artması, yəni əslində nevrozun çoxalması təkcə artımı ilə deyil, həm də diaqnozların daha çox qoyulması ilə bağlıdır. İnsanlar əvvəllər gizlədiyi əlamətləri indi rahatlıqla deyir və həkimə də müraciət edirlər. Həmçinin bioloji və genetik amillər, stresə cavab verən neyrotransmitterlər, serotonindir, dopamindir, qabrardır və s. kimi balansız olduqda nevrotik reaksiyalara meyillik də artır.